çəkən deyiləm, bunu da belə biləsiz. Əldə çəkən deyiləm. 99,5%. Əgər də alınsa belə o yeyilməyəcək. Milyard faiz deyə bilərəm. Qismət olar da efirdir. Mən çox ədəb-ərkanla səliqəli danışıram. Amma onları böyütmək lazım deyil. İzləyici kütləsini böyütmək olmaz. Xanım olaraq niyə uşağımı təkcə niyə baxa bilməməliyəm? Niyə canımdan bezməliyəm? Niyə mən bunlara qulaq asmalıyam? Niyə bunlara tədbir görülməməlidir? Niyə kimizə qəbirdə yatan anası söyülməlidir? Niyə kimizə icablı anası söyülməlidir? Niyə kimizə 6 yaşında uşağı söyülməlidir? Niyə ona özünə vəkil adı verib, jurnalist adı verən Orxan Rasifoğlu, Azərbaycan kişisi 10 kanun içində canlıda qoşub bizi söyənləri orada, bizi söyə sakit durmalıdır. Niyə? Səbəb nədir? Niyə onlara tədbir görülməməlidir? Biz bir dənə söyəndə tədbir görülür, onlara da görüləcək. Bir nəfərin içində bizim ləyaqətimiz, anamız, bacımız, uşağımız söyülüb. Onun qəbirdə yatan anası söyülüb. Nəyə susursan? Danış da. Qəbirdə yatan anan söyülüb. Sən icablı anan söyülüb. Sən söyülmüsən, Saadət. Tamam da, eləman, bir dənə səbirli ol. Yox, sözün düzün deyirəm, deyirsən ki, tələdir. Nə tələdir? Söyürəm, burada mənə tələ olsun. Haqqımı tələb eləyirəm də, Azərbaycan qadınıyam, səslənirəm. Neyiniyim, canıma qıyım, məndən əl çəksinlər. Nəfər içində söysün. Hansı yaxşıdır? Ona şərait kim yarattı? Orxan yarattı da 10 bin nəfərin içində söyməyə. Niyə onu demirsiniz? Sakitləş, gedib şikayət eləyər. Yaxşı, baboş, dur cəzanı elə, bir dənə söhbəti dəyişək. Dur, ürək cəzanı elə, baboş. Bir dənə qutarsın, mən bilirəm hara gedib eləyəcəm. Mən xoş deyiləm, kimizə anasından mən o götürmürəm, mən qıryatım var. Onlar qıryatsızdır, onların qıryatı onu götürür. Mən götürmürəm, götürmürəm. Götürmürəm. Mən sözümü demə tələdir. Sözümü deməyəcəm tələdir. Mənim uşağım orada söyürlər. Heç ki sözümü pis eləmir ya Allah. Haqqımızı deməyəcəyik də. Haqqımızı deməyəcəyik. Bura baxıra qədər də gedəcəm. Heç vecimə də deyil. Mən qadın olaraq rəqabətimi aparacam onlarla. Qanunları yaxşı bilirəm. Gedim hara nə eləyəcəm, nə şikayət eləyəcəm. Ulya, çox sağ ol. Bu canlıda bizim həyatımızı müzakirə eləyir. Lap belə onu ilə danışmışıq, yüzü ilə danışmışıq. Burada o qədər tərbiyəsizlik, əxlaqsızlıq eləyənlər var, adını çəkən yoxdur. Bunun icablı anasının nə günahı var? Onun qəbirdə yatan anasının nə günahı var? Evlad pisdir. Ana neynəsin? Elə onların da kimisə anasının nə günahı var? Ananı qatırsız ortalığa, uşağı qatırsız ortalığa. Rəqabət aparırsınız, özümüz bizimlə aparım da. Kızı böyüyəndə pozğun olacaq. Sonra çıxır Orxan Rasifoğlu'nun canlısına deyir ki, Ləman qızı belə, Ləman qızı elə. Orxan da durub Rasifoğlu belə baxır. Sən Azərbaycan kişisi olaraq deməlisən ki, düş aşağı. Sən kimsən mənim vətənimin qızını, vətənimin qızının uşağını söyürsən. 6 yaşında uşağı söyürsən. Sən onu demədin, demədin sən onu. Sən durdun baxdın sonra da deyirsən ki, mənim onlarla heç bir işim yoxdur. Sən necə bizdən heç bir işin yoxdur ki? Sən durub onları misafirə qoşub bizi düz 1 saat 8 kanun içində söydürdün. 8 kanun içində söydürdün bizi sən. Sən söydürdün bizi. Sən ona baş əydin, razılıq verdin. Allah da şahiddir, insanlar da şahiddir. Sən elədin ona şəraiti yarattın. Mənim içim yanır. Evlad, uşaq bilsiz nə demək, 6 yaşında uşaq. Mənə təsir edir. Mən söyəndə elə mənim vecimə deyil. Mənim uşağımı tualetin qapısına yapışdır. Deyir, gələcəyim pozğunudur. Ona Azərbaycan kişisi qoşur misafirə. Qoşmalıydı, sual verirəm. Qoşmalıydı, qoşmamalıydı. O bizi söyür 4 olar misafirdə. O durub baxır. Çağırırsan, baboşu çağırırsan, Ləman çağırırsan. Hinduşkası yiyirsən baboşun. Şirin qəbul edirsən baboşun, amma baboşu pıd edizdirirsən, Sakon anasını söydürürsən, baboşun qəbirdə yatan anasını söydürürsən, Ləmanın körpə uşağını söydürürsən. Sonra da mənə təhqir edir ki, sən mənim üçün axırıncı adamsan. Sakit qalmaq lazım deyil. Qadınları yıxıb sürgəndən sonra qadınlar neynəsin? Qadınların arxasında durmaq lazımdır. Qadın pis yolda da olsa onu elə kişi olarsan ki, çəkərsən düzgün yola. Kişilik budur. Kişilik budur. Düşmüsünüz bu qadınların üstünə. Qadınlar belə qadınlar nə eləməlidir? Nə eləməlidir?